Gözəl Allahım, deyirsiniz ki, yer də mənəm, göy də mənəm, çiçək də mənəm, təbiətin gözə görünən hər şey mənəm. Okey. Siz yaratmışsınız bu insanları. May ayına gəlib çatmışım. Yadımdadırsa mən Qarabağ savaşından əvvəl dəniz kənarında bir proqnoz vermişdim. Keçdi üstündən ta 5 il. Bir də həmən proqnoz ona görə verirəm ki, biz may ayındayıq və may ayında olduğu üçün mən bir çox şeyləri xatırladıram. Əziz gözəl dostlarımız, Allah hər kəsi qorusun. Allah bizə verdiyi bütün nemətlərdən hər kəsin dadmağına, yaşamağınıza arzu edirəm. Amma may ayında və bundan sonraki gəldiyi aylarda nələr baş verəcəyini vermiş proqnozum var idi. Onu xatırladıram bir daha. Bilirsinizmi nədir? Dünya savaşı Allah mı edir? Allah siz nəyə deyirsiniz? Yoxsa bunlar insanlar mı edir? Allah insanı niyə yaradıb və niyə də öldürsün? Bu sualların cevabı mənə çox maraqlıdır. Çünki dünya savaşa doğru gedirik və çox az qalıb. May ayında biz bunun hər kəs siqnalları alacağı demişdim. Artıq Pakistan və Hindistanda baş verən toqquşmalar, dünyada gedən gərginliklər, sabah o biri gün Rusiyada baş verəcək daha böyük gərginliklər, NATO ilə Rusiya arasında baş verəcək daha böyük gərginliklər, Türkiyə təzədən yavaş-yavaş içində və daxilində, çölündə savaşa qatmağa doğru gedən proseslər, İran üzərində başlayacaq böyük problemlər, biz görəcəyik bunları. Mən bunları hiss edirəm. Artıq bunları hiss etmək üçün əsas o qədər büyük hisslər də lazım deyil. Analiz etmək də kifayətdir. Amma belə də bir tərəfdən də baxanda neçə illərdir deyir savaş olacaq dünya falan. Neçə illərdir, amma yox. Mən Nadim Əlixanovun verdiyim proqnoz var idi. 2016 ildən başlayaraq 16-cı ildən 2025-ci ilin sonuna qədər dünya savaş, xəstəliklər, təbii fəlakət, bu kimi şeylər. Bu qədər arxada gördüyünüz bu gözəlliklər, kənddəyəm, ata yurdundayam, gəlmişəm. Bu qədər gözəl bir quş səsləri, bu yeri, göyü kim istəməz ki? Sadəcə biz hər bir kəs Allahın yaratdığı nə tək bu göyü, yeri varsa namətiyiksə, biz də bu yerin, göyün namətiyik bir insanlar olaraq. Bunları məhv edən, dünya əlində tutub biz idarə edirik deyən bir mason tayfasına qarşı biz hər kəs düşünməliyik. Yoxsa çox az qalıb, çox gec olacaq. May ayındayıq, onu belə xatırladıram. Allah sizi qorusun baş verəcək savaşlardan.